Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Xoş gördük sizi. Biz bugün də sizə Hövsan qəsəbəsi, Hövsan kəndində 100% ballı marketin 132, 160 və 61 və sosial medaların yaxınlığında olan bir sot 700-də olan 3 otaqlı şəxsi həyət evimizin təqdimatına gəlmişik. Gördüyünüz kimi həyətimiz xudmani şirin bir həyətimiz var. Tamir daşlar döşənilir, fasad boyası var. Evimiz hal-hazırda yaşayışlı bir evimizdir. Çox şirin bir evdir həqiqətən də. Allah hər kəsə belə ev eşiyi nəsib qismət eləsin. Bundan da yaxşılarını qismət eləsin inşallah. Evimizin tək bir qiyməti var. 75.000 manat və orada da cüzi bir endirim olunacaq. Gördüyünüz qarşı tərəfdə həyətdə olan sanuzeldir, zapaz su çayıdır, həyəti maşallah üzüm talvarıdır. Evin yan hissəsində belə bir yeri var, yəni giriş üçün belə bir yeri var. Hal-hazırda bura beşlər yığılıb. Baxın, burada həyətdəki olan sanitar qovşağıdır. Belə bir yerdir. Həyəti belə şirin dediyim kimi maşın rahatçılıqla girə bilən bir həyətdir. Burada kombi aparatı, pitminutqası yığılıb. Daxil olaq evimizə. Evimizi sizə təqdim edim. Daxil olur evimizə geniş belə bir koridoru. Bu hissədə ümumi sanitar qovşağı. Qonaq otağımız. Evimiz ümumilikdə 90 kvadratdır. Gözəl bir qonaq otağımız. Burada belə bir yatağımız. Yataq otaqlarının ölçüləri çox normal bir ölçülərdir. Yəni hər ölçüdə mebellərin yerləşəcəyi bir otaqlardır və burada da digər yataq otağımız. Burada isə xanımlarımızın çox sevdiyi mətbəx, təbii ki, mətbəx mebelimiz qalacaq. Əziz izləyicilərimiz, əlaqə saxlamaq üçün TikTok səhifəmizin başlanğıcında əlaqə nömrələrimiz var. Nömrələrimizdə WhatsApplarımız aktivdir. Ev almaq, ev satmaq istəyənlər, çəkiliş istəyənlər o nömrələrdən bizə müraciət edə bilərlər. Və bu gözəl evimiz də dediyim kimi həm sosiallara yaxındır, həm Hövsan kənddə 100% ballı marketin yaxınlığındadır, çox yaxınlığındadır, məktəbin, bağçanın çox yaxınlığındadır. Qiymət 75.000 manatdır, real alıcıya cüzi bir endirim olunacaq. Sənədləri isə qaz işıq su alıcının adına keçəcək. İzlədiyiniz üçün təşəkkür edirəm və rəy bölməsində bu gözəl evimiz haqqında fikirlərinizi yazmağı unutmayın. Təşəkkürlər.